Bismillahirrahmanirrahim. Azərbaycan paytaxtı Bakı olan hakimiyyətdə gənc nəsli və insanları aldatmaq üçün çox bir sadə üsul demək, terminologiya, bir üsul, terminologiya nəşr edirlər və cəmaata bunu zehninə yeridirlər. O nədir? Vətən borcu. Vətən borcu yəni nə? Bizim vətənə nə borcumuz var və nə qədər borcumuz var? İndi mən onu qısaca olaraq bir detaylarına getməyəcəm. Amma bir neçə deməli faktla öz həyatımdan misal olaraq istəyirəm bir faktlar, argumentlər gətirəm. 18 yaşıma qədər mən bütün xərcimi, xəcalətimi, yəni mənə 18 yaşımacan böyüyüb, boya başa çatdığım dövrdə nə qədər ehtiyacım olubsa, maddi, mənəvi, mən həmən o qayğıları valideynlərimdən görmüşəm. Valideynlərim də işləyiblər, öz zəhmətlərinin haqqını alıblar. Dövlətə vergi veriblər. Yaşadıqları evin vergisini veriblər. Həmən evin torpaq üzərində olan torpağın vergisini veriblər. İşıqdan, elektrikdən istifadə edib elektrikin pulunu veriblər. Qazdan istifadə ediblər, qazın pulunu veriblər. Sudan istifadə ediblər, suyun pulunu veriblər. Heç bir sığorta filan belə bir deməli vətəndaşlıq, yəni insan haqqı olaraq həmən deməli zamanda hakimiyyətdən bir qayğı görməmişik. Və həmən o məhrumiyyət bugün də Azərbaycan hakimiyyətinin qanun qaydalarında əgər varsa, yerinə yetirilmirsə, deməli bunu vətən borcu adı ilə, vətənpərvərlik duyğuları ilə cavanları və insanları özlərinə cəlb eləyirlər, cəzb eləyirlər və istismar eləyirlər. Öz maraqlarına, mənafeylərinə, xidmətə təhrik edirlər. Əgər bir insan da bu məsələdə etiraz eləsə, mən məsələn 18 yaşım var, bu vaxtacan mən uşaq pulu verməmisən, heç bir qayğımı çəkməmisən, mən məktəbə gedmişəm, dərs ləvazimatı almamısan, mən üçün paltarı almamısan, mən xəstələnəndə həkim qayğısı ilə təmin eləməmisən, bu şeyləri hakimiyyətə deyəndə deyirsən, vətən xainisən. Vətən hara, hakimiyyət hara. Vətən mən üçün doğulduğum yer olduğuna görə vətən sayılır. Amma vətəni işğal eləyənlər və vətəndaşların istismar eləyən bu saxtakar, xəyanətkar hakimiyyət özün Allah yerinə qoyub. Bizim yaranmağımız, bizim ruzimizi əldə eləməyimiz və bizim bütün deməli o insani qayğılarımız aşkar və qeybi ilahi mərhəmət əsasında bizim böyüməyimizə səbəb olub. Dünyada yaşamağımıza Allahın lütfi, inayəti, mərhəməti səbəbdir ki, biz dünyada varıq, yaşayırıq. Əgər hakimiyyətini ümidinə qalsa, biz acından ölməliyik. Biz o kücdə, bucaqda, dərədə, köşədə məhv olub gedməliyik. Bizim uşaqlarımız məktəbə gedir, təhsil pulsuz adı ilə olmağına baxmayaraq, amma bütün xərclərin uşaq özü çəkir, yəni valideynləri. Bütün təhsil xərclərin valideyn çəkir. Heç bir deməli şey vermədiyi halda o deməli cinayət aləmində olan bir deməli jargonla və bir yəni qeyri-qanuni olaraq insanları deməli borcla deməli yükləyirlər.
Sənin vətən borcun var. Bu vətənin sərvətlərin istifadə eləyən və qarət eləyən, oğurlayan, çalıb, çapıb, dünya banklərində özləri üçün zəbt eləyən saxtakar, istismarçı, oğur quldur hakimiyyət, vətən pərvərlik, vətən adı ilə həmən deməli, heç bir şey vermədiyi yoxsul əhalini istismar eləyir. Vətən, vətənpərvərlik adı altında. Bu riyakarlıqdan başqa bir şey deyil. Yəni, insanları təhqirləməkdən başqa bir şey deyil. İnsanı insan haqlarından məhrum eləyib, sonra da onu lazım olanda aparıb müharibə bölgələrində və öz mənafiyinə və özün qorumaqdan ötürü istifadə eləyir. Bu agahlıq, belə bir agahlıq bütün deməli bəşəriyyətə lazımdır. Həm də demək Azərbaycan olan istismar olunmuş, Azərbaycan Bakı hakimiyyət tərəfindən istismar olunmuş xalqa bu agahlıq mütləq vacibdir. Lazımdır ki, bilsinlər və insan haqlarının qanunlarına görə, insan haqları qanunlarına görə öz haqlarını tələb eləsinlər. Mən uşaq vaxtından məndə deməli bir əlillik xəstəliyi var. O həmən deməli 3-cü qrupa aid olan xəstəlikdir. 3-cü qrup anadan gəlmə, 3-cü qrup əlilliyim var. Mən deməli 55-54 yaşıma qədər mən o həmən müavinəti hakimiyyətdən ala bilməmişəm. 2006-cı ildə onu mən bərpa elədim. 2006-cı ildə. Ondan sonra da demək 3-4 il bundan qabaq, 3-4 il bundan qabağa qədər həmən deməli mənim, bəlkə 5 il bundan qabaq. Artıq 20-21-ci ildə həmən o pensiyamı da deməli bərpa elədiyim həmən pensiyanı da kəsdilər ki, hakimiyyətə lazımdır. Dövlət büdcəsində çatışmamazlığa görə kəsdilər. Bu nə deməkdir? Bu oğurluq, quldurluq deyil, xəyanət deyil, insanın haqqına xəyanət deyil, nədir bəs? Deməli, belə hakimiyyətlər vətənpərvərlik adı altında ölkən vətəndaşların, ölkədə yaşayan əhalini asanlıqla, sadəlöv insanların siyasi təfəkkürü zəif olduğuna görə istismar eləyirlər. Bu cəmaata, bu cəmiyyətə, bu insanlara siyasi təfəkkür lazımdır. Əleyhissalam buyurur, hər bir şeyin dəlili var, ağıllı insanın dəlili isə təfəkkür eləməkdir. Ağlın dəlili təfəkkürdür. Təfəkkür şəffaf bir dənə güzgüdür, qəlbin bir dənə şəffaf güzgüsüdür. İnsan gərək təfəkkür eləyə. Mən hardayam, hardan gəlmişəm, hara qayıdacam. Və bu dünya Allahın mülküdür. Bu hakimiyyət oğurları insanların haqların istismar eləməkdən savayı elə ilahi nemətləri, yeraltı, yerüstü mədənləri də özlərinki eləyib, özəlləşdirib, bu həmən ərazidə yaşayan, Azərbaycan ölkəsində yaşayan xalqın malı mülkü olan yeraltı, yerüstü sərvətləri qarət eləməklə, oğurlayıb, çalıb çapmaqla həmən deməli əhalini istismar eləyirlər və hərə üstünə bir el misalı at oğrusu da qoyurlar. Vətən borcu, vətənpərvərlik duyğuları ilə insanları deməli neynirlər? Özlərinə xidmətə deməli vadar eləyirlər, cəlb eləyirlər. Gərək əhali, cəmiyyət ayılsın, başa düşsün ki, bu adın vətən qoyduğu saxtakar xəyanət hakimiyyət o sözdən istifadə eləyib, özü üçün demək, özü üçün çox ucuz deməli quldarlıq quruluşu qurublar. Çox ucuz. Ona görə də bu vətənpərvərlik sözü altında
istismarçılıq həqiqətləri gərək deməli nə olsun? Cəmiyyətə yaxşı işıqlandırılsın, qəşəng təhlil olunsun və cəmaət də başa düşsün ki, biz yox, vətənpərvərliklə əlaqəli heç bir borcumuz yoxdur. Əgər hakimiyyətə borcluyuqsa, hakimiyyət bizə heç bir şey verməyib, hakimiyyətə də borcumuz yoxdur. Əslinə hakimiyyət əhaliyə borcludur. Hakimiyyət məmurları, onlar keçmiş SSR zamanında dövlət xadimləri deyərdilər. Yəni dövlət, xalq xadimləri, xalqın xadimi, deputat, millət vəkili, yəni millətin vəkili, millətin danışan dili, görən gözü, eşidən qulağı, gedib orada oturub parlamentin kreslolarında yatmaqdan ötürü seçilməyiblər onlar. Onlar xalqın, əhalinin hüquqların qorumaqdan ötürü və insan haqlarının bərqərar olmasından ötürü xalqın danışan dili, görən gözü, eşidən qulaq olmalıdır. Və hakimiyyəti vadar eləməlidir ki, xalqa deməli neynəsinlər, bu əhaliyə şax pulu versinlər, kifayət qədər pensiya versinlər, kifayət qədər maaş versinlər, kifayət qədər səhiyyə xidməti sığortası versinlər, kifayət qədər təhsil haqqı versinlər, kifayət qədər işləməyən adamlara müavinət versinlər ki, bir ay ərzində keçinə bilsin. Və ilaxır. Yəni bu insan haqqıdır, insan haqları, insan haqlarından danışan ölkələr var dünyada. Heç olmasa adi bazarın aşağı qiyməti ilə də olsa o bazar səbəti deyirlər ya, Azərbaycanda bazar səbəti. Bazar səbəti, yəni gedib bazara bazarlıq eləmək, bir ay dolanmaqdan ötürü təkcə yemək, içmək və həkim xərci. Həkim xərci. Yəni müalicə xərcləri. Ehtiyacları deməli o qədər ödənilməlidir ki, insan deməli o barədə fikir rahat olsun. Yəni bu xərclər deməli hakimiyyətin vəzifəsidir və xalqına xidmət eləməlidir. Onda o hakimiyyət deyə bilər, gəl vətən borcu ver. Vətən borcu yox, mən sən xidmət eləmişəm, xidmətlə qarşılıqlıdır. İndi də sən gəl, bu ölkə işğala məruz qalıb, sən də gəl bu ölkə deməli qorumaqda bizə yardımcı ol, xahiş eləməlidir. Nəinki vətən xaini adı damğası vurmalıdır. Əla lənətullah qovməz zalimin. Allah zalim qovm, qəbiliyə, tayfiyə lənət eləsin və Allah millətə agahlıq versin inşallah. Əssalamu aleykum və rəhmətullah. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullah vəl-fəth və rəytən nəsə yədxulunə fi dinillah əfvaca fəsəbbi bihamdi rəbbik və estəğfiruhu innəhu kânə təvvaba. Sədəqəllahul aliyyul əzim. Allahümme edzil li velikəl fərəc. Ya Ali Mədəd.